Yəni biz bir-birimizə qarşı nə cür münasibət göstəririksə, üzləşdiyimiz vəziyyətlərdə birlikdə nə cür hərəkət edirsə, bu bizim ailəmizin sütununu formalaşdırır və bu sütun üzərində də uşaqların davranış modeli inkişaf edir. Uşaqların həyata qarşı münasibəti, münasibət çərçivəsində özünü dərk etməsi, ifadə olunması, bunlar hər şey başlayır kişi-qadın arasındakı münasibətlərdən sonra. O emosional bağlar qırıldıqca da nə uşaq valideynə etibar edir, nə də valideyn öz övladına. Burada yeniyetməlik dövründə də uşağın o davranışında olan üsyankar xarakterli əlamətlər gözə çarpır və yaxud da ki, əksinə olur. Uşaq özünə qapanır, susur, danışmır, nəyisə gizlədir, demir və yaxud da ki, yalan deyir. Bu hallarda əlbəttə ki, kompleks olaraq ailə sistemində yaranmış bütün bu nöqsanlar nəzərə alınmalıdır. Yəni siz ailə münasibətlərində yaranmış o davranış modelləri üzərində işləməlisiniz. Nəinki uşağınızı psixoloqa aparmaqla, onu dəyişdirməklə. Xeyr, elə deyil. Psixoloq müvəqqəti təsir göstərəcək, amma övladınız yenidən həmin o ailəyə, həmin o mühitə qayıdacaq. Ona görə bizim sizə bir neçə təklifimiz olacaq. Birincisi, uşaq psixologiyası valideynlər üçün. Bax, bu tədris proqramına mən tövsiyə edərdim, hər bir valideyn daxil olsun. Yəni, psixoloq olmasaz da, psixoloq qədər bu mövzuda bilikli olacaqsınız. Uşağın hər bir yaş dövrünə uyğun olaraq onunla nə cür təmas saxlamaq, nə cür ünsiyyət qurmaq haqqında bilgilər əldə edəcəksiniz. Bunun üçün xüsusi bir metodikalar, texnikalar var ki, onları tətbiq etməklə həmin o anlaşılmazlıq yaranan bir məqamlarda belə düzgün çıxış yolu tapa biləcəksiniz. Digər bir tərəfdən bizim ailə terapiyası kursumuzun kişi-qadın arasında olan münasibətlər modulu var ki, onu da sərbəst keçməyinizi tövsiyə edərdim. Düzdür, praktiki dərslərimiz bitib, amma bütün tədris materialları, video dərsliklər hər biri qrupda var. Yəni siz indi hal-hazırda 50% indirimlə qeydiyyatdan keçərsinizsə, biz sizi daxil edəcəyik həmin o qrupa və siz özünüz sərbəst şəkildə yavaş-yavaş bütün dərsləri ardıcıl izləyəcəksiniz, təlimatlarla, materiallarla da tanış olacaqsınız. Digər bir tərəfdən isə təbii ki, fərdi və cütlük olaraq da ailə terapiyasına müraciət edə bilərsiniz. İlkin diaqnostika yazılandan sonra biz sizinlə ailə münasibətlərinizdə yaranmış problemlərin səbəb nəticələrini psixoterapevtik yolla araşdıracağıq və uyğun olarsa, hər ikinizin münasibətləri qorumağa motive olarsa, o zaman mən sizi ailə terapiyasına götürə bilərəm və biz sizinlə bir müddət, belə deyək də, bu sistemdə baş verən nasazlıqları aradan qaldırmağa çalışacağıq. Hər hansı bir suallarınız olarsa, buyurun, əlaqə nömrəsi budur. Yazın, müraciət edin, cavablandıracağıq.